Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Deməli, bugün 2022-ci il birinci şans fizika qəbul sualların izahına baxırıq. Vaxt vermədən başlayaq suallara. Birinci sualda deyir ki, harmonik rəqs edən cismin koordinatının zamandan asılı qrafiki verilib. Bu cisim 30 rəqsi hansı zaman müddətində edər? Deməli, burada bizə verib rəqslərin sayı nə qədərdir? 30-dur. Hansı zaman müddətində bu 30 rəqs eləyəcək? Əla. Demək olar, fikir veririk bizə verilən qrafikə və bizə verilən qrafik də biz ilk öncə burada ə, zamandır, x-in zamandan asılılığıdır və cisim rəqs eləyir və buradan biz periodu tapmalıyıq. Yəni dövr etmə periodunu, rəqsin periodunu tapmalıyıq. Yaxşı, görürük ki, cisim kosinus qanunu ilə, yəni müəyyən bir amplituddan başlayıb hərəkət eləməyə və mən də sizə demişəm ki, kosinus qanunu ilə rəqs eləyəndə periodu tapmaq üçün 4 dənə dilim götürürsüz. 1, 2, 3, 4. Dördüncü dilimin qotaracağındakı zaman müddəti bizə periodu verəcək. Yəni mən buradan periodu 0,2 saniyə tapıram. Əla. Periodu tapdıq nə qədər? 0,2 saniyə. Onda periodun düsturu belədir. T bölünsün n düsturu. Onda mən buradan t-ni tapsam, periodu vuracam dövrlərin sayına. Yəni 0,2 vurulsun 30. Bu da bizə verəcək, deməli, nə qədər? 6 saniyə. Deməli, 6 saniyəyə bu 30 dövr eləyəcək. Əla. Keçirik 32-ci suala. Uşaqlar, siz bilirsiniz ki, ümumiyyətlə nöqtə olanda maqnit induksiya vektoru saat əqrəbinin əksi istiqamətində çevrəyə toxunan istiqamətində, yəni saat əqrəbinin əksinə fırlanır. B maqnit induksiya vektoru. Amma x olanda maqnit induksiya vektoru çevrəyə toxunan, amma saat əqrəbi istiqamətində. Yəni çevrəyə toxunan saat əqrəbi istiqamətində. Yaxşı. Və digər haldan bilirik ki, digər bir qayda bilirik ki, maqnitin qütbləri, məsəl üçün bu n qütbü olsun, bu s qütbü olsun, onda B induksiya vektoru həmişə n, yəni şimal qütbü istiqamətində olur. Yaxşı, gəlirik sualımıza. Sualımızda görürük ki, nöqtədir. Onda maqnit induksiya vektoru saat əqrəbinin əksi istiqamətində çevrəyə toxunan olacaq. B olacaq belə. Toxunan olacaq və toxunan olacaq. Saat əqrəbinin əksi istiqaməti. Yaxşı, dedik ki, B-nin istiqaməti n-lə eyni istiqamətdir. Onda bu tərəfi n olacaq, digər tərəfi s. Cənub, şimal. Bu tərəfi n olacaq, bu tərəfi s olacaq. Həmçinin burası s, burası n olacaq. Yaxşı, gəl adını işarələyək. Deməli, 1 nöqtəsi s-dir, 2 n-dir, 3 isə s-dir. Əla. Deməli, SNS, SNS cavab oldu B variantı. Əla. Keçirik 33-cü suala. Deməli, vahidlərlə bağlı bir sualdır. Həmişə qəbula bir dənə vahidlə bağlı sual düşür. Deməli, Paskal vurulsun saniyə kvadratı bölünsün kiloqram vurulsun metrin kvadratıdır. Demək uşaqlar, kiloqram metr kvadratı bölünsün saniyənin kvadratı. Bu bizə jolun açılışını verir. Düzdür? Jolun açılışı nədir? Kiloqram vurulsun metrin kvadratı bölünsün saniyənin kvadratı. Bu coldur. Amma burada tərsinə olduğuna görə bu 1 böl coldur. Yəni normalda Paskal bölünsün coldur. Əla. Paskalın yerinə də mən Newton bölünsün metrin kvadratı yazacağam. Colun yerinə də Newton vurulsun metr yazacağım. Bunda bu Newtonlar gedəcək. Qalacaq burada 1 bölünsün kvadratı adi m-ə vuranda metr kubu eləyəcək. 1 bölü metr kubu da konsentrasiyanın vahididir. Yəni n. N-in vahididir. Əla. Keçirik 34-cü suala. Deyir ki, doyan su buxarı. Uşaqlar, doyan su buxarıdır. Doyan su buxarıda temperatur sabitdir. Temperatur sabitsə doyan su buxarının təzyiqi, konsentrasiyası, sıxlığı həcmdən asılı deyil. Biz bunu bilirik, həcmdən asılı deyil. Yaxşı, həcm artırsa, deyir ki, təzyiq də dəyişir. Asılı deyil uşaqlar, asılı deyil. Doyan su buxarının kütləsi. Kütləsi isə həcm artdığına görə doyan buxarın kütləsi də artacaq. Dəyişməz, artar, olacaq C variantı. 35. Deyir ki, müxtəlif elektrolit məhlullarda eyni müddət ərzində, yəni temperaturlar sabitdir. Eyni müddət, daha doğrusu zamanlar sabitdir. Elektrodda ayrılan maddənin kütləsinin cəryan şiddətindən asılı diaqram verir. Hansı nöqtəyə olan maddənin elektrokimyəvi ekvivalenti ən böyükdür? Demək uşaqlar, n bərabərdir. Deməli, K vurulsun Q düsturudur, elektroliz qanunu. K vurulsun, Q-nun yerinə I vurulsun T yazacağam mən. Əla. Onda mən buradan K elektrokimyəvi ekvivalenti tapsam, n bölünsün, deməli, I vurulsun T-dir. Əla. N bölünsün, I vurulsun T-dir. Mənə deyir ki, deməli,
Elektrodda ayrılan maddənin kütləsinin cəryan şiddətindən asılılığıdır. Yəni M-in I-dən asılılığını verib. M-in I-dən asılılığını verib. M-in I-dən asılılığını verib. Və uşaqlar, siz buradan görürsünüz ki, deyir ki, eyni müddət T sabitdir. Düsturdan, qrafikdən də görürsünüz ki, kütlə də sabitdir. Onda K ilə I necə asılıdır? Görürsünüz ki, qiymətdən olaraq tərs asılıdır. Ən böyük olması üçün cəryanın ən kiçik qiyməti, o da 1 nöqtəsi olacaq. Yəni A variantı. Və yaxud da siz bunu hələ tangenslə gedə bilərsiniz. Tangensin ifadəsi ilə. Necə? Koordinat başlanğıcından düz xəttlər keçirin həmin nöqtələrdən. Görəcəksiniz ki, ən böyük bucaq nədir? 1-də də tangens. Bu ifadədə bizə tangesi verəcək. Baxın, K bərabərdir. M bölünsün, I vurulsun T'dir. M bölünsün I bizə tangens alfanı verəcək. Tangens alfanı verdiyinə görə T də onsuz sabitdir. Onda K ilə tangens alfa düz mütənasibdir. Ən böyük olması üçün bucaq ən böyük olmalıdır. Bucağı ən böyük olan 1 nöqtəsidir. Ona görə cavab A variantı olacaq. 36-cı sual. Aha. Deyir ki, reostatla ardıcıl birləşdirilmiş sarğac sabit cəryan mənbəyinə qoşulub. Reostatın sürgüsünü sağa sürüşdürdükdə. Aha. Deməli, sarğacdakı maqnit seli və maqnit sahəsinin enerjisi necə dəyişir? Baxın uşaqlar, biz burada cəryanın müsbət istiqaməti bura, buranı mənfi görürük və biz də bilirik ki, cəryan hardan hara gəlir? Təbii ki də müsbətdən mənfiyə gəlir də. Birinci halda cəryan bu reostatın sürgü qolusundan gəlir, aktiv hissənin uzunluğu, bu işarələyirəm, gəlir buradan keçir, gedir. Birinci halda aktiv hissənin uzunluğu bura olur. İndi ikinci halda bizə deyir ki, reostatın sürgüsünü sağa sürüşdürdükdə, yəni bu tərəfə gəlir. Reostatın sürgüyü sağa, yəni bura gəlir. Bu zaman aktiv hissənin uzunluğu görürsüz artır. Qırmızı ilə işarə edirəm. Aktiv hissənin uzunluğu artdı. Aktiv hissənin uzunluğu artırsa, onda R bərabərdir. Rho L bölünsün S əsasən müqavimət də artır. Müqavimət artırsa, cəryan avtomatik olaraq nə olacaq? Azalacaq. Əla. Cəryan azaldı. Bu da induktivlikdir. Sadəcə induktivlikdir, sabit bir kəmiyyətdir. Onda f-nin yerinə mən L vurulsun I yazsam, I azaldığına görə f də azalacaq. Maqnit sahəsinin enerjisi də L kvadratı bölünsün 2-dir. L onsuz sabitdir. Sarğacın induktivliyi sarğı sabitdir. I azaldığına görə maqnit sahəsinin enerjisi də azalacaq. Deməli, hər iki kəmiyyət azalacaq. Cavab oldu B variantı. Baxırıq 37-ci suala. Deməli, 37-ci sualda bizə deyir ki, rəqs konturunda cəryan şiddətinin zamandan asılı qrafiki verilib. Qrafikin hansı nöqtələrinə uyğun anda kondensatorun yükünün modulu maksimum olar? Baxın uşaqlar, biz bilirik ki, iki dənə kəmiyyət var da, bir-birindən tərsdir. Bir elektrik sahəsinə aid olan kəmiyyətlər, məsəl üçün Q-dür, O-dur, C-dir. Bir də maqnit sahəsinə aid olan kəmiyyətlər, burası fi maqnit selidir, İ-dir. Daha sonra induktivlikdir, deyə bilərik. Fi-dir, deyə bilərik bunları. Və bunlar maksimum olanda uşaqlar, bu üç kəmiyyət maksimumlarında bunlar öz minimum qiymətini alır. Daha doğrusu S ilə L-dən işimiz yoxdur, onsuz sabit kəmiyyətlərdir. Əsasən Q ilə O, fi ilə İ-dir. Bu ikisi maksimum olanda, bu ikisi sıfır olur. Bunlar sıfır olanda, bunlar maks olur. Maks olur. İndi mənə deyir ki, kondensatorun yükünün modulu maksimumdur. Kondensatorun yükünün modulu maksimum olması üçün cəryan şiddətləri öz minimum qiymətlərini, yəni sıfırları almalıdır. Yaxşı, sıfırları harada alırlar? 2 və 4-də. D variantı. 38-ci sual. Deyir ki, 38-ci sualda bizə deyir ki, yer səhhətindən şaquli yuxarı atılmış. Ümumiyyətlə uşaqlar, biz bilirik ki, yer səhhətindən şaquli yuxarı atılmış cismin hərəkəti bərabər yavaşan hərəkətdir. Bərabər yavaşan hərəkətdə desəm, sürəti get-gedə azalır və ən təpə nöqtədə, yəni maksimal qalxma hündürlüyündə bunun sürəti bir anlıq sıfır olur. Və bu nöqtəyə, bu zaman qalxdığı zaman müddəti T qalxma müddəti deyilir. Daha sonra başlayır hərəkətin əksinə yeyinləşən hərəkət eləməyə. Yaxşı. Potensial enerjinin maksimum qiyməti. Burada H maksimaldır. Burada sürət sıfırdırsa, deməli ən böyük qiyməti, maksimal qiyməti alır. Potensial da özünün ən böyük qiymətini alır. Amma kinetik enerji həmin nöqtədə sıfır olur. Əla. Əla. Onda baxın uşaqlar, bu öz maksimal qiymətini 2 saniyədə alır. Deməli biz deyə bilərik bu 2 saniyəyə qalxıb, yəni qalxma müddəti 2 saniyədir. Qalxma müddəti 2 saniyədir. Əla. Cismin başlanğıc sürət tapın. Deməli başlanğıc sürətlə də qalxma müddəti arasında belə bir əlaqə düsturu var. J vurulsun T qalxma. Yəni 2-ni vuracam ona, bu da eləyəcək 20 metr bölü saniyə, yəni B variantı. 39. Hansı qüvvənin və yaxud da qüvvələrin qapalı trayektoriya boyunca işi sıfıra bərabər deyil. İşi sıfıra bərabər deyildir. Aha. Deməli, uşaqlar, biz bilirik ki, ümumiyyətlə,
Ə, fizikada, məsəl üçün, qüvvələrin gördükləri işin trayektoriyanın formasından asılı olub-olmamasına görə iki qrupa bölünür. Konservativ qüvvələr, bir də qeyri-konservativ qüvvələr. Konservativ qüvvələr nədir? Konservativ qüvvələr, yəni bu qüvvələrin gördüyü iş hərəkət trayektoriyasının formasından asılı deyil. Yəni yalnız cismin başlanğıc və son nöqtələrindən asılıdır, formalarından asılıdır. Məsəl üçün, qapalı trayektoriya boyunca konservativ qüvvələrin gördüyü iş sıfıra bərabər olur. Konservativ qüvvələrə, məsəl üçün, göstərə bilərik qravitasiya qüvvəsini göstərə bilərik, bir də elastiklik qüvvəsini, məsəl üçün, göstərə bilərik. Bu iki qüvvə konservativ qüvvələrdir. Konservativ qüvvələrdir. Əla. Qeyri-konservativ qüvvələr isə, yəni bu qüvvələrin gördüyü iş trayektoriyanın uzunluğundan asılıdır və hərəkət zamanı mexaniki enerjinin daxili enerjiyə çevrilməsi bir necə səbəbi var, məsəl üçün. Buna göstərə bilərik sürtünmə qüvvəsi və yaxud da müqavimət qüvvəsini göstərə bilərik və bu prosesdə qeyri-konservativ qüvvələrin qapalı trayektoriya boyunca gördükləri iş sıfıra bərabər deyil. Qeyri-konservativ. Əla. Qeyri-konservativ qüvvələrin qapalı trayektoriya boyunca gördükləri iş sıfıra bərabər deyil. Bizdən deyil istədiyinə görə yalnız və yalnız sürtünmə qüvvəsini götürəcəm. Yəni cavab olacaq 3. Əla. 40-a baxırıq. 40-da bizə deyir ki, hansı ifadələr doğrudur? Baxın uşaqlar. Ümumiyyətlə yadınızda saxlayın. Əgər hər hansı bir halqada kəsik varsa, mən maqniti ona yaxınlaşdırsam da, uzaqlaşdırsamsa, o hərəkət eləməz. İkincisi, hərəkət eləməz. Birinciyə baxsaz, maqnit halqadan uzaqlaşır. Maqnit halqadan uzaqlaşırsa, biz belə bir qayda deyirdik. Məsəl üçün, getməsini istəmir, həmçinin gəlməsini də istəmir. Əgər maqnit halqaya yaxınlaşsaydı, halqa maqnitdən itələnərdi. Yəni bu tərəfə sağa gedəcəkdi. Amma yox, maqnit halqadan uzaqlaşırsa, halqa maqnitə cəzb olunacaq. Yəni halqa hara hərəkət eləyəcək? Maqnit sağa doğru hərəkət eləyəcək. Əla. Deməli maqnit sağa doğru, daha doğrusu birinci halqa sağa doğru hərəkət eləyəcək, çünki ona cəzb olunacaq. İkinci hərəkət eləməz, yəni cavab olacaq B variantı. 41-ə baxırıq. Deməli uşaqlar, burada fikir verdiyiniz hissə neytrondur. Neytron gücsüz olduğuna görə ona qüvvə təsir eləməyəcək. 43-ə baxırıq. Deməli 43-də deyir ki, cisim toplayıcı linzadan 40 sm məsafədə yerləşəndə onun xəyalı özü boyda alınır. Linzanın optik qüvvəsi nəyə bərabərdir? Baxın uşaqlar, deyir ki, cisim toplayıcı linzadan, yəni cisim məsafəsi nə qədərdir? 40 sm-dir. 40 sm-dir. Onun xəyalı özü boyda alınır. Yəni onun xəyalı F bölünsün D özü boyda alınır. Özü boyda alınırsa nə deməkdir? Yəni bunun F-i də elə 40 sm-ə bərabərdir. Yəni bunun xəyalı da linzadan 40 sm məsafədədir. Onda bunun optik qüvvəsi D ilə özü bərabərdir. 1 bölünsün F, üstəgəl 1 bölünsün D ilə tapılır. Yəni F plus D, F plus D bərabərdir. Deməli, nə qədər eləyəcək bu? Toplayaq. 1 bölü F plus 1 bölünsün D-dir. Bu da bərabərdir. Deməli, 0,4, 0,4, 0,8, 0,4 vurulsun 0,4-ə. Burada bizə 2 verəcək. 2-ni də 0,4-ə böləndə 20,4-ə böləndə 5 dioptriya. Cavab olacaq 5 dioptriya, yəni A variantı. 43-ə baxırıq. Deyir ki, yüklədikdən sonra sabit gərginlik mənbəyindən ayrılmış. Yəni bizim açar sözümüz budur, ayrılmış. Ayrılmış da nə sabitdir bilirik? Q sabitdir. Qoşulubsa gərginlik sabitdir. Lövhələr arasındakı məsafəni 2 dəfə artırdıqda, yəni bu D məsafəsini 2 dəfə nə edir? Artırır. Kondensatorun enerji sıxlığı arasında hansı münasibət doğrudur? Kondensatorun enerji sıxlığı arasında hansı münasibət doğrudur? Aha. Demək uşaqlar, burada biz düstur olaraq hansı düsturu yazacağıq? Təbii ki də Q-nin sabit olduğu bir məqam yazmalıyıq. Bir düstur tapmalıyıq. Düzdür? Aha. Enerji sıxlığı Q ilə bağlı olan, yəni yüklədikdən sonra gərginlik mənbəyindən ayrılmış kondensator üçün enerji sıxlığının düsturu deməli Q kvadratı bölünsün 2 epsilon 0 S düsturu ilə S-in kvadratı düsturuna hesablanır. Əla. Yəni burada D yoxdur da, düzdürmü? Əla. D yoxdursa, məsafədən asılı deyilsə, onda dəyişməyəcəkdir. Mən istəyirəm onu nə qədər istəyirəm artırım. Məsafəni nə qədər artırsam, azaltsam, enerji sıxlığı dəyişməz. Əla. 44. Baxırıq 44-cü suala. 44-cü sualda bizə deyir ki, K açarı 1 və 2 vəziyyətində. Baxın uşaqlar,
1 və 2 vəziyyətində gəl hər bir vəziyyət üçün biz analiz aparaq. Bir vəziyyətində olanda dövrə tam qapanmış hesab olunur da, yəni tam dövrə hesab olunur, tam dövrə hesab olunur və tam dövrə üçün Ohm qanunu I bərabərdir, epsilon bölünsün, R plus R düsturudur. Yəni epsilon 8-dir, daxili müqavimət 1-dir, xarici müqavimət 3-dür. Bu da eləyəcək bizə 2. Onda mən buradan gərginliyi hesablasam, epsilon çıxılsın, I vurulsun, R düsturu. Yəni 8-dən çıxacam, I 2-dir, daxili müqavimət də 1-dir. Bu da bizə 6 volt. Deməli, bir vəziyyətində 6 volt olacaq. 6 volt olacaq gərginlik. Yaxşı, 2 vəziyyətinə baxaq. 2 vəziyyətinə fikir versəz uşaqlar, görürsünüz ki, açar açıqdır. Açar açıq olduğu hala baxın. Fikir verin, açarın açıq olduğu hal. Açar açıq olduqda bu voltmetr birbaşa mənbəyə bağlanıb da, yəni birbaşa EQ-yə bərabərdir. Yəni o iki özü birbaşa EQ-yə bərabərdir. O da nə qədərdir? 8 voltdur. 6 və 8 cavab olacaq Y variantı. 45-ə baxırıq. Deyir ki, kütləsi 4 kiloqram olan qurğuşunun temperaturunun istiliyin verilmə müddətini asılı qrafik verilmişdir. 25 dəqiqə müddətdə bu cismin aldığı istilik miqdarını hesablayın. 25 dəqiqə ərzində bu cismin aldığı istilik miqdarını hesablayın. Deməli, uşaqlar, bizə kütləsi nə qədər verib? 4 kiloqram verib. Əla. 25 dəqiqə müddətində 25 dəqiqə müddətində zamanı da bizə verib nə qədər? 25 dəqiqə müddətində, yəni onsuz da görsənir, yazmaya da bilərik, fərqi yoxdur. Bu cismin aldığı istilik miqdarını hesablayın. Ümumiyyətlə uşaqlar, belə qrafik olanda bu qrafik birinci, yəni qurğuşunun qızmasına sərf olunan enerjidir. Bu zaman müddətidir, temperaturu daha doğrusu. Bir də qurğuşunun əriməsinə sərf olunur. Düzdür, qurğuşun öz bilirik ki, bərk haldadır. O müəyyən bir istilik miqdarı alır, qızır. Daha sonra isə Q2 halında isə başlayır əriməyə. Yəni ərimə istiliyi ona verilir, başlayır əriməyə. Əla. Başlayır əriməyə. Onda yekun istilik miqdarı Q bərabərdir. Q1 nə? Q2-nin cəmi olacaq. Q1 nədir? Deməli, C M delta T xüsusi istilik tutumu ilə bağlı olduğu üçün C M delta T üstəgəl xüsusi ərimə istiliyi. Xüsusi ərimə istiliyi deməli 25-i vuracağıq nəyə? 4-ə. Yoxsa M düsturudur. Yəni 25 vurulsun 4. Əla. Bu da bərabərdir. Deməli 140 C xüsusi tutumu 140-dır. Vurulsun M 4 kiloqramdır. Vurulsun T isə 327-dən 27 çıxacaqsınız. Nə qalacaq? 300 qalacaq. Üstəgəl 25-i də 4-ə vuranda bu da 100 kilojul eləyəcək. 100 kilojul enerji. Bu da bərabərdir. Deməli, e, deməli 140-ı 4-ə vuranda eləyəcək 40, 16, 56. 56-nı da 3-ə vuranda neçə eləyəcək? 100. Deməli 200, 168. 168 kilojul plus 100. Bu da eləyəcək 268 kilojul eləyəcək, yəni Y variantı. Keçirik 46-cı suala. 46-cı sualda bizə deyir ki, qayışla əlaqələndirilmiş disklər üzərində 1, 2 və 3 nöqtələrin dövrətmə periodları. Baxın uşaqlar, 1 ilə 2, yəni 1 ilə 2 mərkəzləri bir nöqtədə olan disklərdir. Mərkəzləri bir nöqtədə olan disklərdə, deməli perioddur, tezlikdir, bucaq sürətidir, bir də dövrlərin sayıdır. Bunlar sabitdir, konstantdır, dəyişmir. Bunlar sabitdir. Dəyişən 3 dənə kəmiyyət var idi, val. Bu üç kəmiyyət dəyişirdi və necə asılı idi? Radiusdan düz asılı idi da. Amma 3 ilə 2 görürsüz bir-birindən qayışla ötürülüb. 3 ilə 2 qayışla ötürülübsə, deməli onun periodları radiusdan düz asılıdır və dəyişir. Onda mən buradan yazacağım ki, T1 ilə T2 bir-birinə bərabərdir. Amma ikincinin radiusu daha doğrusu üçüncünün radiusundan böyük olduğuna görə, deməli periodu da böyük olacaq üçüncüdən. T1 ilə T2 bərabərdir, T3-dən böyükdür. Cavab olacaq C variantı. Keçirik 47-ci suala. 47-ci sualda bizə deyir ki, bərabər təcili hərəkət edir. Baxın uşaqlar, bu necə hərəkətdir ümumiyyətlə? 3 saniyə ərzində bərabər yavaşyandı. Növbəti 3 saniyə ərzində isə x oxunun əksinə yeyinləşəndi. Yəni siz bu qrafiki, bax bu qrafiki, 3-dən sonraki qrafiyə, bu qrafiki buradan kəsib gəlib buraya yapışdırırsa, qrafik olacaq belə. Fikir verin, olacaq belə. Eyni şeydir. S6-in T-dən asılığı. Əla. Nə bərabərdir? 3 saniyə müddətində cismin yer dəyişməsi 0-a bərabərdir. Baxın uşaqlar, yer dəyişmə 0-da idi, gəldi bura. 0 deyil axı, müəyyən məsafə gedib də, yer dəyişmə necə 0 ola bilər? Bir səhvdir. 6 saniyədə yer dəyişmə 0-dır, düzdür. Niyə? Çünki 0-dan başlayır, 6 saniyədə yenə 0-a düşür. Düzdür, 0-a bərabərdir.
3 saniyə müddətinə cismin getdiyi yol yerdəyişmənin moduluna bərabərdir. Düzdür, düz deyir uşaqlar. Deməli, yerdəyişmənin modulu elə gedilən yola bərabərdir 3 saniyə müddətində. Amma 6 saniyə müddətində yerdəyişmə sıfırdır, yerdəyişmə sıfırdır. Heç x. Amma gedilən yol heç vaxt sıfır ola bilməz də. Heç vaxt gedilən yol sıfır ola bilməz. Ona görə də 4 səhvdir. Cavab oldu 2 ilə 3, yəni C variantı. Baxırıq 48-ci suala. 48-ci sualda, 48-ci sual deyir ki, uçuş müddəti arasında hansı münasibət doğrudur? İmpuls, deməli, yer səthindən başlanıb P0 impulsu ilə şaquli yuxarı atılmış cismin uçuş müddəti arasında hansı münasibət doğrudur? Uçuş müddəti uşaqlar 2V0 bölünsün J-dir. V0-ın yerinə də, V0-ın yerinə də, baxın, P0 bərabərdir M vurulsun V0, V0-ın yerinə P0 bölünsün M yazacağım. Gəlin yerinə yazaq, 2 vurulsun P0 bölünsün MJ. 2P0 bölünsün MJ cavab oldu D variantı. 49, 49. Deməli, burada bir dənə məsələdir. Burada məsələdir. Buraları silək. Buraları silək. Buraları silək. Aha. Deməli, uşaqlar, bizə deyir ki, metal fotonun enerjisi 2,4 elektrovoltdan, yəni birinci halda Y1 bərabərdir 2,4 elektrovoltdan, Y2 bərabərdir 1,6 elektrovolta qədər monoxromatik işıqla şüalandırdıqda qopan fotoelektronların maksimum kinetik enerjiləri 3 dəfə fərqlənir. Yəni, görürsünüz ki, uşaqlar azalmağa doğru gəlir də. Azalırsa, deməli, kinetik enerjiləri də azalır. Yəni, mən Y1-i, YK1-i daha doğrusu YK2-yə böləndə cavab mənə 3 verməlidir və deyir ki, metaldan çıxış işini hesablayın. Metaldan çıxış işini hesablayın. Onda mən buradan YK1-i 3 YK2 ilə əvəz edə bilərəm. Əla. Düsturumuz nədir uşaqlar ümumiyyətlə? Y fotonun enerjisi metalın fotonun enerjisidir. Y foton 1, buna da Y foton 2 yazırıq. Yaxşı, Y foton 1 bərabərdir. Y foton 1 bərabərdir. YK1 plus açılışdır. Plus açılışdır. Y foton 2 bərabərdir. YK2 plus açılış onsuz da sabitdir. Plus YK açılışdır. Əla. İndi biz buradan necə eləyəcəyik? Biz buradan YK2-nin yerinə də yaza bilərik, daha doğrusu. YK2-nin yerinə də yaza bilərik. Yaxşı, gəl tərəf-tərəfə toplaya da bilərik əslində biz bunları. Tərəf-tərəfə toplaya da bilərik. Gəl tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplayaq. Y1 2,4 belə yazarıq. 2,4 plus 1,6 bərabərdir YK1 plus YK2 plus 2 açılış. Deməli 2,6 o da 1, 2,4 o da 1,6. 3, 24, 4 verəcək bu. Bərabər YK1. Əslində, deməli, 2 açılış. Yox, yox, toplamaqla heç nə vermiş Allah. Gəlin çıxaq. Bir-birindən tərəf-tərəfə bölək daha doğrusu. Toplamaqla heç nə vermir. Toplamaqla heç nə bu bizə verməyəcək. Toplamaqla bu bizə heç nə verməyəcək. Ən yaxşı yolu deməli, YK1-in yerinə 3 YK2 yazacağıq. YK1-in yerinə 3 YK2 yazacağıq və deməli, tərəf-tərəfə böləsik əslində. Açılışın yerinə gəlin buradan açılışı tapaq. Ya da ki, YK1-i tapaq. Gəlin buradan YK1-i tapaq. YK1-i tapsaq, YK1-i tapsaq. YK1 bərabərdir. Y foton 1 çıxılsın açılış. YK2-ni tapsaq, deməli YK2-ni tapsaq, yenə olacaq Y foton 2 çıxılsın açılış. İndi YK1-in yerinə mən 3 YK2 yazacağam. Qalacaq burada belə. 3 YK2 bərabərdir. Y foton 1 çıxılsın açılış. Bu da YK2-dir. YK2 ilə bərabərdir. Y foton 2 çıxılsın açılış. Hər tərəfə bölsək bunlar gedəcək. Burada qalacaq 3 bərabərdir. 3 bərabərdir. Y foton 1-in yerinə deməli 2,4 çıxılsın açılış. Bölünsün. Deməli 1,6 çıxılsın açılışdır. İndi gəl vuraq da tərəf-tərəfə birinə. Görürük alınırmı nəsə? Görürük alınırmı nəsə? Deməli 4,8 çıxılsın 3 açılış. Bərabərdir 2,4 çıxılsın açılışa. Elə 2,4 bərabərdir 2 açılışa. Açılış da buradan bərabərdir 1,2. Aha, alındı 1,2. Deməli, açılış 1,2-dir. Baxın, şurada riyazi hissəsi əslində sizə buraxmalı idi. Fizika hissəsi burada bitdi.
Fizika hissəsi baxın bu hissədə bitir fizika hissəsi. Aha. Keçirik 50-ci suala. 50-ci sual deyir ki, bir atomlu ideal qazın daxili enerjisinin temperaturdan asılı qrafikləri verilmişdir. Hansı qrafik ən böyük maddə miqdarına uyğundur? Daxili enerjisinin düsturu nədir? Ümumiyyətlə 2-də 3, nü, T-dir. Mən buradan nü-ni tapsam, 2 vurulsun o, bölünsün 3 RT. Əla, 3 RT. Yaxşı, 2 ilə 3-də 2 sabitdir, R də sabitdir. Düzdürmü? R də sabitdir. Yəni biz bunu belə də yaza bilərik əslində. 3-də 2, 3 R-də 2 vurulsun, o bölünsün T-dir. Maddə miqdarının ən böyük qiymətinə uyğundur. Aha. Onsuz bu kəmiyyətlər sabitdir. Bu kəmiyyət özü sabitdir. Sabitdir. O bölünsün T-də biz buradan bilirik ki, o bölünsün T nədir? Tangiz alfadır da. Düzdürmü? Yəni buradan o bölünsün T bizə tangiz alfanı verəcək. Tangiz alfa necədir? Buradan bir dənə düz xətt indirirsiniz. İstənilən bir buzağın alfası burada elə qarşı qat gəlir odur. Daxili enerjidir. Bölünsün temperatura. Onda o böltə, yəni qarşı qatın bitişik qatda olan nisbətidir. Tangiz alfadır. Tangiz alfa, yəni ən böyük qiymət alması üçün nü birbaşa nəyə bərabərdir? Tangiz alfa ilə əlaqəlidir. Deməli, nünün ən böyük qiyməti alması üçün alfanın ən böyük qiyməti olmalıdır ki, tangiz artan funksiyadır. Ən böyük bucaq 5 hissədir. 5 bucaq. 5 doğru variantdır. Baxırıq 51-ci suala. 51-ci sualda uşaqlar biz bilirik ki, ümumiyyətlə intensivlik xəttləri haradan hara yönəlir? İntensivlik xəttləri müsbətdən mənfiyə doğru yönəlir də, düzdürmü? Ay sağ ol. Müsbətdən mənfiyə doğru yönəlir. Və proton da bilirik ki, uşaqlar, proton müsbət yüklü zərrəcikdir. Müsbət yüklü zərrəcik bu müsbəti itələyər, mənfi isə özünə cəzb edir. Sürətin istiqaməti də sağ olduğuna görə qüvvə də, təcil də həmin onlar da sağ olacaq. Deməli, hər ikisi, həmçinin alfa hissəcik də müsbət bir zərrəcikdir. O da eyni ilə. Həmçinin qüvvə də, təcil də hamısı sağ olacaq. Deməli, hər ikisi yeyinləşən hərəkət eləyəcək. Sadəcə Sadəcə yükdən asılıdır. Helium alfa hissəcik. Helium 2, 4 atomundan ibarətdir. Bunun yükü 2-yə bərabərdir. Bunun yükü 2-yə bərabərdir. Amma proton isə 1-1-dir. Bunun yükü 1-ə bərabərdir. Mən burada kinetik enerjinin dəyişməsi ilə görülən işə bərabərdir. A bərabərdir Q gərginlikdir də Q7 və yaxud da 20 voltdur. Q olur. Q. 20 voltdursa, deməli bu 1,20 volt enerji, elektrovolt enerji artar. O protonda da, yəni 3 gedəcək bura. Kinetik enerji isə, kinetik enerji Q2 olduğuna görə 2 vurulsun 20, bu bizə verəcək 40. Deməli 40 gedəcək alfa hissəciyə. İş getdi bura. Hər ikisi yeyinləşəndə 1 getdi ortaya. Deməli, potensial enerji 20 elektrovolt azalar. Baxın uşaqlar, əgər kinetik enerji artırsa, potensial enerji azalmalıdır həmişə. Tam enerji isə sabit qalır. Deməli, azalması üçün 20 volt. Kinetik enerji 20 isə 3 gedəcək, yəni 4 ilə 3 protona gedəcək. Sağa müsbət görür, hər iki halda müsbət iş görüş alır. 5 də getdi ortaya. Deməli, 3, 4, 2, 1, 5. 3, 4, 2, 1, 5 cavab oldu A variantı. Cavab oldu A variantı. 52-yə baxırıq. Deyir ki, narıncı rəngli işıq şüası hansıdır? Biz bilirik ki, ağ işıq prizmaya düşəndə 7 rəngə bölünür. Burada hətta biz belə bir deyim də demişdik. Qarı nənə 80 yaşlı məxmər gülə bənzəyir. Yəni qarı, narıncı, sarı, qarı nənə 80 yaşlı, yaşıl, məxmər mavi demişdik, göy demişdik, bir də bənövşəyi demişdik. Düzdürmü? Aysa. Narıncı rəngli. Narıncı hansıdır? Qırmızıdan ilk gələn, qırmızıdan birinci gələn elə 1-dir. Cavab oldu A variantı.